Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu gün mən sizə gözəl bir rulet resepti paylaşacağım. Əgər siz də bu şəkildə rulet əldə etmək istəyirsinizsə, o zaman kanalıma abunə olub, bəyənib və izləməyiniz kanalımı xahiş olunur. Bu mənim üçün çox önəmlidir. Və mən sizə 2 dəfə salam verdim deyəsən. Amma tam şəkildə videomu göstərmək istəyirəm arkadaşlar. İstəyirəm ki, tam şəkildə videom düşsün, ruletim düşsün. Biraz orada məndə videoda dondu, telefonum donur, biraz tez telefonum dondu deyə. Onda başqa videonu pozmalı oldum. O şəkildə biraz gecikmə oldu. Yəni ona görə də tez ruleti istəsə tez bükmək lazımdır və tez hamısını etmək lazımdır. Amma yenə də çox gözəl alınır. Gördüyünüz kimi qəşəng alınır. Yəni siz də bu şəkildə rulet əldə etmək istəyirsinizsə, o zaman buyurun. Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu gün mən sizə belə bir rulet düzəldirəm, cemli rulet. Əgər siz də belə bir cemli rulet düzəltmək istəyirsinizsə, kanalıma abunə olub, bəyənib və zil tonunu açmağınız kifayətdir. Siz digər videolardan da xəbərdar olmaq üçün zil tonunu açın və əgər mənə dəstək olursanız, digər hesablarımda sizlərlə paylaşacağım. Və indi isə əvvəlcə mən doğrayım, bunu sizə göstərmək istəyirəm. Kəsmək istəyirəm istidir, amma kəsəcəm bunu isti-isti. Artıq isti-isti mən kəsdim. Gördüyünüz kimi bu şəkildə gözəl rulet alınıb və mən bunun içini də göstərmək istəyirəm sizə arkadaşlar. Ki görün nə gözəldir, baxın ki nə. Çok güzel değil mi içi? Gördünüz. Çok güzel alınıb ruletim. İnanılmaz gözəldir. Əgər siz də deməli bunun reseptini bilmək istəyirsinizsə, arkadaşlar, bu şəkildə mən göstəreyim. Əgər siz də bilmək istəyirsinizsə, bu şəkildə rulet əldə etmək istəyirsinizsə, kanalıma abunə olub, bəyənib izləməyiniz xahiş olunur. Və buyurun, bu şəkildə rulet əldə etmək üçün sonuna qədər izləyin arkadaşlar. Üzərini şokoladla vurursanız olacaq super. İnanılmaz gözəl olacaqdır. Mən də kakaonu əlimdən sürdüm. Bilmədim üzərinə nə sürdüm. Tək yumurta da vura bilərdim qızarsın deyə, amma belə bu şəkildə alındı. Siz əgər şokoladınız evdə varsa, buxarda əyidib şokolad da vura bilərsiniz. Daha sonra üzərinə heç nəyiniz yoxdursa yumurta da vura bilərsiniz. Yəni fərq etməz, amma ruletimiz çox gözəl alınıb gördüyünüz kimi. Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu gün mən sizə deməli rulet düzəldəcəm, cemli rulet. Bunun üçün lazım olan ərzaqlar 3 ədəd yumurtamız var. 1 stəkan, 200 qramlıq stəkanda pesoğumuz var. 1 ədəd qabartmamız var. Daha sonra doy yağımız var. İndi tökdükcə mən sizə göstərəcəm və daha sonra ərzaqları göstərəcəm. Əvvəlcə 3 dənə yumurtamızı tökək. 3 dənə yumurtamı əlavə etdim arkadaşlar. 1 stəkan pesoğumu əlavə edirəm. Daha sonra 1 yemək qaşığı, 2 yemək qaşığı, bu da 3 yemək qaşığı. 3 yemək qaşığı doy yağ əlavə etdim. 70 qram isti su arkadaşlar, baxın. Görürsünüz, bu 200 qramlıq stəkandır. Bunun deməli 100 deyil, 70, yəni 100-dən də aşağı isti su olmalı. Ancaq çaydandan isti su. Lap da qaynaq olmayan şəkildə olsun. Amma isti su olmalıdır və tökdükdən sonra bunu çalırıq.
Şimdi arkadaşlar yavaş yavaş su köpürmeye başlıyor. Çok köpürmeli arkadaşlar. Köpürmesi çok olmalı. Çok köpürmeli. Arkadaşlar yaklaşık hardasa 10-15 dəqiqəyə yaxın mən çaldım. İndi isə bu şəkildə aldıqdan sonra görürsünüz köpüklənib ağ şəkildə də qəşəng alınıb. İndi bunu mən üzərinə un və qabartma əlavə edəcəm. Arkadaşlar belə bir alətimiz var. Bunu qoyuram bu qabın içərisinə və mən indi unumu qaşıq-qaşıq götürəcəm, əlavə edəcəm. Bir dolu yemək qaşığı. Size de göstermek istiyorum. 2 dolu yemek kaşığı. 3 dolu yemek kaşığı. 4 dolu yemek kaşığı. 5 dolu yemek kaşığı. 6 dolu yemek kaşığı. 6 dolu yemek kaşığı mən deməli un əlavə etdim. Bunu böyle karıştırdık. Çok da arkadaşlar bir istikamette aslında karıştırmak lazımdı. Ki un helvan olsun içinde. Bu şekilde unu karıştırdık ki çok da yani böyle deyək də yumurtanın köpük yapmasın diye. Çok da karıştır ama çok da yapmayacak derecede bu şekilde karıştır. Ama onlar qalmamalı, görsüz qalır. Demək ki, yaxşı qarışdırmamışıq. Tam şəkildə yaxşı qarışdırmaq lazımdır. Baxın. Tam şəkildə yaxşı qarışdır arkadaşlar. Altdan yuxarı və qabartmamızı əlavə edirik. Qabartma burada çoxdur, yarısını əlavə edirik. Bir paçkanın yarısını. Yarısını saxladım. Çox da ruletin rulet üçün, yəni çox da qabarmasına ehtiyac yoxdur arkadaşlar. Bunun üçün də mikserlə çalmaq da olar əslində, amma mikserlə ruletdə köpük biraz yatır. O yüzden rulet edərkən sırf belə qarışdırmamız məncə daha yaxşıdır. Mən bunun içərisinə 6 yemək qaşığı un əlavə etdim, amma dolu yemək qaşığı olan un əlavə etdim. Tam şəkildə qarışdırıq və qarışdır da baxırıq ki, gözünüz arkadaşlar baxın. Çox da qatı olmamalıdır. Yəni çox da qatı olmamalıdır və indi biz bunu biraz dolu halında olmalıdır. Bir yemək qaşığı da mən əlavə edəcəm. Çünki elə biləm az oldu biraz unu. Bir yemək qaşığı, hətta 2 yemək qaşığı. 2 yemək qaşığı. Deməli 6 yemək qaşığı əlavə etmişdim. Arkadaşlar 2 yemək qaşığı da əlavə etdim. Oldu. Nə qədər? 8 yemək qaşığı. Artıq 8 yemək qaşığı çoxdur. Görürsüz, qat alındı. Yəni ondan da tərəfə töksəniz çox pis alınacaqdır deyə düşünürəm. Altdan yuxarı edərək qarışdırmaq lazımdır ki, arkadaşlar. Alttan yuxarı edib qarışdıranda ruletimiz çox gözəl alınır. Və həmişə də rulet bişirərkən mütləqa qabınızda yağlı kağız deməli sərin və yağlı kağız da sərdikdən sonra arkadaşlar bu şəkildə qəşəng alınır.
Yağlı kağız da sərdikdən sonra görürsünüz. Görürsünüz nə qəşəng alınıb. Köpürməyi də köpürtüsü getməyib arkadaşlar. Görürsünüz gördünüz. Yəni biz miksersizdə bunu bu şəkildə çoxlu qarışdırmaqla da əldə edə bilərik. 8 yemək qaşığı dolu yemək qaşığı olsun ama arkadaşlar. Altdan yuxarı bir istiqamətə qarışdıranda köpüğü yatmır. Bunu nəzərinizə çatdırın. Göstərə köpükdür, yəni köpük yatmayıb. Çünki mən bunu düzgün qarışdırdığım üçündür. Baxın bu şəkildə. Görürsünüz kəvəndə bir dənə də olsa 10 dənəcik qalmayıb. Çünki niyə görə? Belə deyirəm, görürsünüz. Çünki yaxşı qarışdırmışam. Arkadaşlar. Gördüyünüz kimi bu şəkildə qarışdırdıqdan sonra artıq bizə nə un, nə də heç bir şey lazım deyil. Əgər istərsəniz zövqə görə yarım paket vanil əlavə edə bilərsiniz. Amma heç ona da ehtiyac yoxdur arkadaşlar. Bu şəkildə ağ alınmalıdır və köpməlidir deyə düşünürəm. Udet edərkən. Sadəcə udet edərkən. Deməli, mən bunu artıq bildiniz hansı ərzaqlar istifadə etmişəm. Videomu sonuna qədər həmişə izləyin ki, resepti də sonuna qədər izlərsəniz, oradan onsuz da görəcəksiniz. Arkadaşlar bu şəkildə deməli etmişəm. Bu şəkildə etdikdən sonra indi gördüyünüz kimi belə bir qabım var. Bu şəkildə. İçərisinə yağlı kağız sərmişəm və içərisinə yağlı kağız sərdikdən sonra mütləqa yağ əlavə edin. Arkadaşlar, əgər yağ əlavə etməsəniz, o yapışacaqdır və ruletiniz bükəndə alınmayacaqdır. Yəni bu şəkildə yağ əlavə edirsiniz içərisinə. Mən əlimlə hər yerinə çatacaq şəkildə sərdirəm. Qəşəng yağladıqdan sonra düzəltdiyim baxın köpükdür. Görürsünüz nə qəşəngdir. İndi bunu mən şəkildə hər tərəfinə olmaq şəkildə bir istiqamətdə töksəniz, arkadaşlar bir istiqamətdə tökün. Özü zaten yayılacaqdır. Bu şəkildə hər tərəfinə yaydım və indi sobama qoyuram. Sobam gördüyünüz kimi yuxarıda 90 dərəcədir arkadaşlar, amma aşağıda gördüyünüz kimi 150 ilə 180 arasındadır. Bu şəkildə. Çox yüksək olmamalıdır və altı üstü olmaq şərtilə sobamızı açır. Sobamızı qoyacaq. Və sobamızı qoyacaq. Gözləyik sobamızı pişsin. Arkadaşlar, mən bilirsiniz alma cemi düzəltmişdim. Görürsünüz nə qəşəngdir. Qalıb qəşəngdə belə bir qabımın içərisinə qoymuşam. Yəni qalıb görürsünüz qəşəng tərtəmiz, nə polamıyıb, nə xarabım, nə heç bir şey yəni olmur. Siz də mənim alma gemimə əgər istərsəniz gem düzəltmək, mənim alma gemimə düzəldin və 100% axini olur ki, xaladenikinizi də aşağı gözünə qoyursanız təbii ki qalacaqdır. %100 əmin ola bilərsəniz. Çox da qəşəng alma gemi alınır. İndi ruletimi bişsin, mən ruletimi büküb, sonra daha sonra içərisinə alma gibi büküb, bir də daha sobaya qoyacağım. O sizə göstərəcəm. Bunu özüm düzəltdiyim üçün göstərmək istədim sizə. Linkini aşağı bölməsində alma gemini buraxacağım. Oradan baxıb izləyə bilərsiniz arkadaşlar. Çox gözəl olur. Yəni mənim gemlərim var, bilirsiniz videolarında. İstərsəniz gemlərin videosunu bir yerə yığmışam. Oradan izləyə bilərsiniz hansı gem istərsəniz. Təbii ki də və arkadaşlar gördüyünüz kimi bu şəkildə qəşəng alınıb baxın. Nə duru deyil, çox da, nə qatı deyil. Çox gözəl alınıb. Yəni
tıpkı yani marketlerde satılan krem kimi, hatta ondan da reşekləyərdim. Və indi bunu biz bir kənara qoyuruq. Axırda qaldamaq olmadı. Bir kənara qoyuruq və indi kremimi göstərəcəm sizə. Sütun hissəsini göstərəcəm və məni izləməyə sonuna qədər davam edin. Çox gözəl bir ruletim alınacaqdır inşallah. Arkadaşlar və içimi içərisinde və arkadaşlar gördüğünüz kimi artıq pişir. Pişməsini yoğlamaq istəyirsinizsə üzü biraz qızarını götürün. Çünki sonradan onsuz da biz bunu iki tərəfə salacaq, üzünü bişirəcək. Arkadaşlar baxın. Əgər pişməsini yoxlamaq istəyirsiniz, bu şəkildə batırıq, sirkə köpüğünü çıxardıq, gözünüz heç bir şey yoxdur və gerçəkdən də yumuşacıqdır. Yəni heç bir şey yoxdur. İndi çıxardaq. Və arkadaşlar stolun üstünə belə bir çay dəsmalı falan süpənə olsa sərirsiniz və bunu yerləşdirəcəyik. Arkadaşlar isti olduğu üçün əvvəlcə mən bu şəkildə ruletimi pişmişəm. Görürsünüz. Çox istidir. İsti pişdim. İsti pişəndə çox qəşəng qalır. Daha sonra pişdiyim ruleti biraz belə saxlayıram. Daha sonra açacağım. Və açdığım ruletin içərisinə gemimi qoyacağım. İçərisinə gem əlavə edirik. İsti. Hamısını arkadaşlar isti edin. Və tez çalışın edin. Çünki soyanda sonra çətin olur bizim üçün. İçərisinə gem əlavə edirik. Bu şəkildə. Çox ama çox dadlı olur. Çalışın qıraq məsafələrə çox da qoymayın. Çünki qıraqdan çıxır bilirsiniz. Ve bu şekilde suyu arkadaşlar soymam oldu. Soyduktan sonra bir içine alıp içine alabilirsiniz. Her tarafını eşit bir şekilde əlavə edirik qıraqlarını. Hele çok da əlavə etmesek de olar. Ve eşit bir şekilde sürdükten sonra bu şekilde indi ise bükəcək. Bu şekilde. Arkadaşlar bu şekilde pişdik. Görürsünüz çok da güzel. İndi üzerine ben biraz kakao əlavə edeceğim. Ben bu şekilde yeniden sobama yerleştirdim ve üzerine arkadaşlar bu da kakaom var. Ve kakaomu üzerine əlavə ediyorum. Siz de isterseniz bu şekilde üzerine kakao əlavə edə bilərsiniz. İsti biraz soyuldu. Məndə telefonda biraz problem oldu. Dayandı. Telefonum yaddaşı az olduğuna göre. Arkadaşlar bu şekilde indi mən bunu sobama əlavə edirəm. Sobama koyuyorum yani. Şokolattan sonra üzerine biraz daha kakao əlavə edeceğim. Evde şokolatınız varsa arkadaşlar, eğer ki siz evde şokolatınız varsa, İstis olanı daha güzel olur arkadaşlar. İnanın ki inanılmaz güzel. Siz evde şokolatınız varsa mutlaka ve mutlaka üzerine şokolat gəzdirin. Yani gəzdirirseniz buxarda əridib çok güzel olur. Məndə olmadı bu şəkildə. İndi qoyuq biraz da pişsin. Sobamız açıq. Mən sobada da biraz kızaracak. Gördüğünüz gibi artık ruletimiz hazırdır arkadaşlar.
Damla çikolatam yoxdur. Məni olsaydı üzərinə təbii ki vurardım. Olmadığına görə hep yox canım sağ olsun. Olmadığına görə üzərinə çikolata vurmadım deyə bu şəkildə alındı. Çox da gözəl alınıb. İndi isə servis formasına keçək. Ondan da qabağa kanalıma abunə olub, bəyənib, kanalımı izləməyi unutmayın. Bu mənim üçün çox önəmlidir. Və siz də bu şəkildə edin və nuş olsun. Nuş olsun.